Bir iki hədis oxuyum, sözümü tamamlayayım. Peyğəmbərimiz buyurur: İnnəllaha Teala yuhibbu en yara abdahu ta'iban fi talabil halal. Buyurur ki, Allahın xoşu gəlir bəndəsini bir halda görsün ki, halal ruzu qazanmaq üçün zəhmət çəkir. Zəhmət çəkir, özünü ora-bura vurur. O halda bəndəsini görməkdən xoşu gəlir. O ana xüsusi məhəbbəti var, o cür görmək istəyir. Sevə-sevə baxır. Allah sevə-sevə baxır deyəndə, yəni nə qədər neymət verir. Bir adam öz halal zəhməti ilə ruzu qazanır. Məsələn, hədis oxuyuram sizin üçün. Allah ona nə verir? Buyurur ki, mərrə aləs-sirat kəlbərqil xatif. Buyurur ki, o insan sirat körpüsündən ildırım sürəti ilə keçər. Nə üçün? Qarnına çörək yiyib, zəhməti ilə qazanıb, oturub çörək yiyib. O belə. Belə dərəcə qazanır. Biz bilsək ki, Allah o anlarda bizə nəzər eləyir, o işləri görmək nə qədər hal verər bizə, yorularıq biz işdən. Adını qoyarıq ki, dünya işidir, güya biz zahidi. Yox, deyərik biz Allahın huzurundayıq, Allah üçün çox mühümdür mənim hər addımım və halal ruzu üçün zəhmət çəkirəm, qazanıram, oturub öz qazandığımı yiyirəm, bu yandan Allah deyir, siratdan elə keçər ki, elə bil ildırım sürəti ilə keçir. Amma şeytan bizə deyir, sən pul qazanacaqsan, Allahın nəyinə lazımsan sən? Sən cib və pul qazanacaqsan, Allahın nəyinə lazımdır bu? Amma çox mühümsən, bu hədisi mən neçə dəfə demişəm. Lə tənsini minəd dua. İmam Rızaya gəldi, bir nəfər dedi ki, ağacan, məni dua eləyəndə yadımdan çıxartma. İmam dedi ki, axı, mən səni yaddan çıxartmıram dualarımda. Dedi, ağa, üzr istəyirəm, bağışlayın sözümə görə. Dedi, yox, üzr istədin, niyə üzr istəyirsən? Nə başa düşdün? Görüm hələ nə başa düşdün. Heç nə də siz dostlarınızı dua eləyirsiniz, məni də yəqin ki, dostluğu hesab eləyirsiniz, məni də dua eləyirsiniz. Burada xeyr. Sən bir şey istəyirsən ki, mən sənin üçün dua eləyim, təvəssül eləyirsən mənə. Ürəyindən keçəndə ki, kaş İmam Rıza mənim üçün dua eləyərdi, mən artıq səni dua eləyirəm. Və belə tək-tək bütün dostlarımızı. Biz buna inanmamışıq. Biz buna iman gətirməmişik. Bəziləri də imamları tanımır, deyir, bu imam neçə nəfərə çatdırır. Elə bilir, imam falan əsrdə yaşayan bir dənə adamdır. Peyğəmbər. Deyir, bu qədər milyonlarla adam. Axı, imam deyirsən, imam bir insan deyil, varlıq aləminin bir həqiqətidir. Onun ruhu əhatə edir varlıq aləmini. Ona müraciət olunur, o eşidir. O bir dənə insan deyil ki, deyirsən, bir insan neçə adam eşidə bilər. Bunlar Allahın xəlifəsidir yer üzündə. Allah o qüdrəti onlara verir. Siz Allah bir anlıq düşünürsünüz ki, İmam Rıza əleyhissalam ki, Məşədə ziyarətinə gedirsiniz, İmam Zaman əleyhissalam ki, onun duası. Bax, səni şəxsən dua eləyib, buna inanmırıq. Nə qədər danışırıq, nə danışan inanır, nə işlənlər. Buna inansaq çox işimiz həll edirlər ki, mən deməli bu qədər önəmli adamam, onda başlayaram özümə fikir verməyə. Özümə diqqət eləməyə başlayaram. Çünki mənə nəzər yetirirlər, mənə nəzər eləyirlər. Bunun üçün yuxu lazımdır, yuxu lazım deyil. Mən sizə deyirəm və qiyamətdə bundan daha gözəl şəkildə görəcəksiniz. Nə qədər mühüm olduğunuzu görəcəksiniz. Qiyamətdə biz niyə xəzalət çəkəcək? Allah mənə nə qədər dəyər verirmiş və mən özümü nə qədər dəyərdən salmışam. Mən özümü heç nə bilirdim. Sən demə, Allah üçün mühüm adam imişəm. Hər kim olursan ol, yaratdığısan, səni yaradıb, yaratdığına görə. Biz yuxu gözləyirik, müşriklər də deyirdi Peyğəmbərə ki, bir qəribə bir şey göstərək, ağılla qəribə nəsə bir möcüzədən zaddan göstər, inanaq. Biz də beləyik. Ancaq bir arif gərək yuxu görsün, bizə desin, dünənki əməllərimizin hamısını danışsın ki, İmam Zaman mənə. Ondan sonra biz hələ inanaq ya inanmayaq ki, biz imamlar üçün mühüm adamıq. Kim halal ruzu qazansa, hədisi davam edirəm, və öz zəhməti ilə yesə, futihə ləhu əbvabul cənnə yədxulu min əyyi haşa. Buyurur ki, Allah cənnət qapılarının hamısını onun üzünə açar və digər hansından istəyirsən daxil ol içəri. Siz indiyəcən eşitmişdiniz ki, işləməyin bu qədər savabı var. Eşitməmişsiniz bəlkə də. Çünki dini dünyadan ayırıblar axı. Dini aparıblar ancaq namaz, oruc, dua, ziyarət. Ona görə biz elə bilmişik ki, dinin bu işlərlə nə işi var? Bu dünya işləridir. Bir hədis də oxuyayım. Kim halal ruzu qazanıb yesə, nəzərəllah iləyh bir rəhmə. Allah ona rəhmət nəzəri ilə baxar. Sümmə lə yuazzibuhu əbədə. Ona heç vaxt əzab verməz. Ona heç vaxt əzab verməz. Zəhmətkeş adamdan xoşu gəlir, zəhmət çəkən adamdan.
Zəhmət çəkən adamlar var, əli qabar bağlayır. Ona hörmət eləyir, əllərindən öpək. Deyək, sən nə mömin adamsan. Biz oruç tutana deyir, maşallah mömin adamdır. İşləyən adam var, alnının təri ilə ruzu qazanır. Onun əlindən öpəsən və deyəsən, bu nə imanlı adamdır, nə mömin adamdır. Möminliyin meyarı budur. Təkcə namaz qılıb alnını səcdəyə qoymaq deyil. Kim halal ruzu qazansa, onu yesə, kənə yevməl qiyaməti fi idadil ənbiya. Bundan o yana nə deyim? Buyurur ki, kim halal ruzu qazanıb yesə öz zəhməti ilə qiyamətdə peyğəmbərlərin cərgəsində olar. Ənbiyaların, peyğəmbərlərin. Və yəxuzu savabəl ənbiya. Və peyğəmbərlərin savabı qədər Allah ona savab verər. Allahın qurduğu nizam belə əzəmətli və qəribə bir nizamdır. Məişət, çalışmaq, ruzu qazanmaq çox mühümdür. Evdən çıxanda işə Bismillahirrahmanirrahim deyir, ya Allah de işə başla, işə gedəndə. Ruzunu yetirir, Allah onsuz da bir yolla yetirir. Ruzunu məqsəd eləməyin. İlahi, sən bəyənirsən, mən gedim zəhmət çəkim, xoş. İstəyirəm, sən məni o bəyəndiyin halda görəsən. Bu niyyətlə getsəz, necə xoş olar sizin hal olsun. Yoxsa ruzu, bəziləri harama qaçır, gedir, elə bilir ki, halaldan ruzusu yoxdur. Əleyhissalam məscidə daxil oldu, əlində atın yüyəni var idi. Atın yüyəni əlində idi, bir qulam da qapıda dayanmış, tanımadığı bir qulam idi. Dedi, bunu saxla, mən girim, ibadət eləyim, çıxım. Bu saxladı, Əleyhissalam girdi namaz qılmağa, bu dedi, böyle qabağamda, bu yüyəni aparım, satım, yiyim. Qaçdı, getdi. Həzrət Əli çıxdı, gördü ki, o adam yoxdur. Hanı bəs qaçıb oğurlayıb da? İnamından istifadə edilir. Həzrət Əli narahat oldu və cibində 2 dirhəm pul var idi. Qəmbərə dedi ki, get bazardan yüyən al mənim üçün. Getdi, aldı, gətirəndə gördü öz yüyənidir. Başa düşdü ki, onun da xüsusi satılan yerləri vardı. Bu oğurlayan adam həmin bu 2 dirhəmə ki bunu alıb, yəqin ki dirhəm yarıma satıb, 2 dirhəmə də Həzrət Əli alıb. Dedi ki, Allaha and olsun ki, məscidə girəndə onun o xidmətinə görə 2 dirhəmi ayırmışdım ki ona verim. Ona verim. Halaldan qazanmadı, oğurluq elədi, ondan az qazandı haramdan. Ondan az əldə elədi. Vallahi dünyanın işi belədir. Dünyanın işi belədir. Dünyanın işi belədir. Qamarlayıb qapmaqla, haram yollarla əldə eləməklə deyil. Ruzu müəyyən olunub. Sadəcə sən ged Allah üçün, Allah onu yetirəcək. Şeyx Rəcəbəli Xəyyatdan danışanda onun mükaşifələrindən danışırlar. Amma onun övliya eləyən bax bu xüsusiyyətləri idi. Deyir, birinə paltar, əba tikirdi, ya paltar tikirdi. Dedi ki, 3 tümən verəcəksən məsələn, 3 real. Bilmirəm, fərqi yoxdur. 3 yadımda qalanı budur. 3 real verəcəksən. Gəldi, paltarı hazır idi. 3 realı götürdü, getdi, yolda qaçdı, gəldi dalaysan. Dedi ki, yox, 3 yox, 2 verməlisən, birini qaytarıram. Dedim, niyə axı? Deyim, mən elə bilirdim ki, 3 günə bu işi görəcəm. Sən demə 2 günə görmək olarmış, 2 günə bitirdin. Deyir, şimdi mənə nə fərqi var? Sən öz zehnində nə tutmuşdun? 3 günə, 2 günə qiyməti sən yox, deyim, mən bunu müəyyən eləmişdim və elə istəmirəm ki, öz müəyyən elədiyimdən artıq. Onu övliya eləyən budur və bu insanı kasıb eləmir. Vallahi kasıb eləmir. 2000 haramdan qazandın, sən qazandığı görsən. Baxson hara getdi? Heç həkim səhv müalicə elədi məni, dərmanlara getdi. Deməli, o 2000-i qazanmadın əslində. O 2000-i qazanmadın. İnsan həyatını ibadətə çevirsə, bu hədislərin mənasına varsa, o zaman işlərini süst görməz, həvəslə görər. Rabbena atina fid dunya hasanatan və fil axirati hasana. Quran bizə bunu öyrədir. İmam Sadiq əleyhissalam deyir ki, dünyada, yəni ilahi mənə dünyada və axirətdə gözəlliyi ver. İmam Sadiq əleyhissalam belə təfsir edir. Deyir, dünyada olan gözəllik çox ruzi, geniş ruzi və xoş əxlaqdır. Bu dünyada olan ruzi. Axirətdə də ki, cənnətdir. İşləməklə övliyə ola bilərik, Allah dostu ola bilərik, Allahın vəlisi ola bilərik. İmam Sadiq əleyhissalam buyurur ki, tənbəllik eləməyin ruzu qazanmaqda. Bizim atalarımız, İmam Sadiq buyurur, atalarımız qaça-qaça gedirdilər ruzu dalıcan. Məscidlərdə bunu danışan var, az danışırlar, bəlkə də heç danışmırlar. Dinimizi abad eləmək
İstəyiriksə yaxşı işləyək, çalışaq, çox iş görək, yorulmadan çalışaq. Və axırıncı hədisi deyim, sözümü bitirim. İmam Baqir əleyhissalam buyurur ki, mən kəsrə fi əmri dunyahu fəhuvə fi əmri axirətihi əksəl. Buyurur ki, kim dünya işində, yəni dünya deyəndə qazancda, kəsbdə tənbəllik eləyərsə, o axirət işində daha da tənbəl olar. O namazı ki, süst qılırsan, bilirsən nəyə görədir? Ona görə ki, dünya işləri ilə dünya adını qoymusan, ibadət kimi yanaşmırsan, süst eləyirsən, onda tənbəllik eləyən, bunda da tənbəllik eləyəcək. Allah gözəl müamilə təqdim eləyir, təklif eləyir, ticarət təklif eləyir. Deyir, dünya işi adını qoyduğun işi mənim üçün gör. Dünyada bərəkət verim, axirətdə də cənnətdə nə istəyirsən? Bir niyyətlə olur bu. İlahi, sənin üçün işə gedirəm, sənin üçün paltar giyinirəm. Hər işi mənim üçün elə dünyada bərəkət verim, axirətdə də cənnət bəxş eləyim. Allah İslamı həqiqi mənada tanıyanlardan qərar versin.